ağzındadır. Ki bu hərfi tələffüz edərkən, demək, bu hərfin məxrəci, demək, dilin sonu və dilçəyin axırındadır. Ki, li, dilimizdəki l hərfi kimidir. Li, mi, dilimizdəki m səsi kimidir. Ni, dilimizdəki n hərfi kimidir. Ni, vi, vav hərfini, demək, vəv hərfini tələffüz edərkən dodaq qönçələnir və vi deyirik. Vi, hi, bu hərfi, demək, məxrəcini tələffüz edərkən, demək, bu hərfin məxrəci boğazın axırındadır, aşağı hissəsindədir, axırındadır. Yi, dilimizdəki yə hərfinin nədir? Tələffüsü kimidir. Sonra gəlir bizdə nə? Zəmmə.